dua eləməmişdən qabaq bir təşəkkür edeyim sizlərə. Çox sağ olun, minnətdaram sizə. Xoş sözlərinizə görə, təbriklərinizə görə. İnşallah dediyiniz kimi olun, dediyinizə layiq olun. Bəzi sözlər yazırsınız ki, yəni ki, istəyirsiniz məni olca məqamlarda görəsiniz. Duavuz da əslində o cümlələr kimi yazırsınız. Allah nəsib eləsin dediklərinizi. Nail olun, layiq olun. Mən elə dua eləmək istəyirsə, duavuz bu olsun ki, bir ömür siz üçün nəsə bir iş görə bilim, çalışım, bir xidmətim olsun. Bunu dua eləyin, dualarınızda olsun. İstər mənim dostlarımla xəbərlər göndərmişsiniz, dostlarımla, istər sosial şəbəkələrdə, səhifələrdə göstəriblər mənə dostlar, yaxınlar ki, təbriklərinizi. Bir çoxsun, indi belə deyə hamısına baxa bilməmişəm, amma təşəkkür edirəm həm telefonuma yazılanlara görə, minnətdaram sizə. Allah sizə əziz eləsin, siz də mənim üçün dəyərlisiniz. Allah sizləri qorusun. Dualarımdasınız həmişə, həmişə sizləri dua eləyirəm. İnşallah siz də mənə dua eləyin. Velhamdülillah, Rabbil aləmin. Allahumma inna nəsəlukə və nəd'uk. Bismikəl əzizil ə'zəm, əl-əcəllil əkrəm. İlah sənə verəm izzət və cəlalı və kərəmi və rəhmət və mərhəmət və bu əllər ki, sənə dərgahıva qaldırmış. İlk əvvəl duamız. İlk əvvəl duam İmam Zaman Aleyhisselamın zuhurunu təcil elə. Allah bağışlamamış bizi bu dünyadan aparma. İmanla yaşayıb, təqva ilə bu dünyadan köçməyimizə nəsib elə. İlah o kəslər ki, bizdən dua istəyib və o qardaş bacılarımın dualarını qəbul elə. Allahım xəstələrimizi tezdən şifaya acil inayət elə, övladı olmayanlara övlad nəsib elə, subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkülanların müşküllərin tezdən həll elə, borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə, işsiz qardaşlarımıza iş nəsib elə. İlahi və Rəbb, o kəslər ki, dua istəyiblər bizdən. Allah olan dualarını qəbul elə. Şəhidlər bizi Kərbəla şəhidlərlə məhşur olan yaxınları, ailələri, övladları qəlblərinə huzur və aramlıq nazil elə inşallah. Peyğəmbər və əhl-i beytinə salavat zikirlər. Allahümmə salli ala Muhammed və alə.